Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməkdə fəal işləyir. Bölgə TV xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib. 10 yeni metro stansiyasının yeri müəyyən olunub. Əlavə 2 depoda tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir. Son 20 il ərzində 7 metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün indi vəziyyət necə olacaqdı, deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Rəna Rövşənqızı, Bölgə TV.